11 fevral 2026-cı ildir və həftənin çərşənbə günü dəyərli izləyicilər, taksi sürücülərinə bildiriş göndərildi. Qiymətlər bahalaşırmı? Onsuz da bahalaşa hər şey gedir. Çörəyin qiyməti bilirsiniz artıq 1 manat 10 qəpikdir. Yəni bir çox sahələrdə qiymətlərin bahalaşması var. İndi taksi qiymətləri bahalaşırmı deyə bu sualın da aktuallıq qazandığı gündə mən sizə son dəqiqə xəbərini çatdırmaq istəyirəm. Bolt taksi şirkətinin sürücülərə göndərdiyi bildiriş onları çaş-baş salıb. Publikası xəbər verir ki, bildirişə əsasən yanacaq xərclərinin artması səbəbindən bütün kateqoriyalar üzrə tariflər 10%-ə qədər artırılıb. Qərar sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb. Maraqlıdır ki, taksi şirkəti bu artımın Bakıda çalışan taksi sürücülərinə şamil edilmədiyini bildirsə də, paytaxtda fəaliyyət göstərən sürücülər belə bir bildiriş aldıqlarını təsdiqləyiblər. Yəni, hardadır bu artım, hara şamil olur, onun izahatı yoxdur. Amma yenə də şirkət deyir ki, bunun Bakıdakı sürücülərə heç bir aidiyyatı yoxdur. Bakıdakı sürücülər isə deyir ki, bizə aidiyyatı yoxdur, amma niyə bizə göndərilir bu bildiriş? Sürücülər bildiriş aldıqlarını desələr də bunun gediş haqqına təsir etmədiyini bildirdilər. Digər sürücülər də kamera qarşısında danışmaq istəməsələr də taksi şirkətindən belə bir bildiriş aldıqlarını bildiriblər. Xəzər xəbər də mövzu ilə bağlı bir videomaterial hazırlayıb. Yango şirkəti ilə çalışan taksi sürücüləri isə onlara belə bir bildirişin gəlmədiyini bildirib. Başqa kateqoriyadan başqa taksi şirkətləri ilə əməkdaşlıq edən sürücülər isə belə bir bildiriş aldıqlarını deyiblər. Hələ ki, qiymət artımı yoxdur deyirlər, amma yaxın günlərdə bu 10%'lik artımı yaşaya bilərik. Dəyərli izləyicilər, lütfən